Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiyai ve seyyidil murselin. Nebiyyina ve habibina Muhammedin sallallahu aleyhi ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Allahümme allimna bima yenfa'una ve enfa'na bima allamtana ve zidna ilma emma ba'd. Allah həmd olsun, möhtərəm qardaşlar. Allah subhanahu wa ta'ala bizləri xeyirli, gözəl bir məclisdə cəm edib. Elhamdülillah, Ramazan ayı artıq öz axarı ilə davam edir. Sürətli bir şəkildə. Hansı ki, insanın da ömrü də, həyatı da belədir. Bir göz qırpımında sürətlə gedir. Və insan bundan ibrət çıxarmalıdır. Nə qədər ki, gec deyil, insan, mömin nəticə çıxarmalıdır. Nəfsini hesaba çəkməlidir. Aleykümselam. Çalışmalıdır ki, etdiyi günahları tərk etsin, nəfsini islah etsin. Və bilməliyik ki, möhtərəm qardaşlar, günahlara düşməyimizin 3 səbəbi var. Yəni, 3 yerdən, 3 əsasdan insan günahlara düşməyə səbəb olur. Necə ki, İbn Qayyim rahiməhullah gətirir ki, insanın günaha düşməsi 3 yerdən olur, ən əsas. Birincisi, kibir. Necə ki, iblisi Allah subhanahu wa ta'ala'nın dərgahından qovulmasına səbəb oldu. Necə ki, Quran-ı Kərimdə Allah subhanahu wa ta'ala buyurur ki, وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى. Biz mələklərə əmr etdik ki, Adəmə səcdə et. Hamısı səcdə etdi. İllə iblisə əbə. Yalnız iblisdən başqa. İblis isə təkəbbürlük etdi. Nə dedi? Dedi ki, xələqtəni min nərin və xələqtəhu min tin. Məni oddan yaratmısan, onu isə torpaqdan. Yəni, özünü üstün gördü. Və düşünün ki, möhtərəm qardaşlar, bir günahın səbəbindən, bir kibirdən bütün həyatını məhv etdi. Qiyamətə qədər qovuldu. Və Allah subhanahu wa ta'ala onu uzaqlaşdırdı. Və İbn Qayyim rahimehullah gətirir ki, günahların, xətaların əsli əsası 3 yerdən qaynaqlanır. Birinci gətirdiyimiz kibir, ikincisi əl-hirs, yəni insanın istəyi, hansı ki o istək ki, arzular bitmir. Həris olur insan, hər şeyi istəyir. Və bu hamıda baş verə bilir. Sadəcə insan gərək səhvini başa düşsün və qayıtsın, tövbə etsin. Və Adəm əleyhissalamın da cənnətdən çıxmasına səbəb olmuşdu. Allah subhanahu wa ta'ala buyurmuşdu ki, o ağacdan yemə və yeməsi ilə cənnətdən çıxmasına səbəb olmuşdu. Və beləliklə insan hər zaman bunları, bu əməllərə diqqət etməlidir. Çünki bunlar insanı günahlara sürüklüyür. Və üçüncüsü isə, möhtərəm qardaşlar, həsəd. Həsəd isə bütün əməllərin batil olmasına kimi gətirib çıxarır. Allah qorusun. Və bütün şərlərin, bir çox şərlərin qapısıdır həsəd. İnsan həsəd edərkən rahatlıq tapa bilmir, möhtərəm qardaşlar. Hər zaman sıxıntı içində olur. Çünki imanını aparır. İmanını zəiflədir. Və hər zaman istəyir ki, özündən üstün olan insanları alçaltmaq istəyir.
Kim özündən bir addım irəli gedərsə, onu məhv etmək istəyir. Onu əzmək istəyir. Və bugünkü gündə və hər zamanda həsədin fəsadları böyük olur, möhtərəm qardaşlar. Həsəd insanı uçuruma sürüklüyür. Və həsəd edən insan heç zaman rahatlıq tapmır. Hər zaman sıxıntı içində olur. Allah Subhanahu wa Ta'ala Quran-ı Kerimdə buyurur ki: "Em yahsudun nas ala ma atahumullahu min fadlih." Allahın öz fəziləti ilə ona verdiklərinə həsədmi edirsən? Və bilməliyik ki, Allah Subhanahu wa Ta'ala onu əta edib, onu verib. Bir insana veribsə, bir neymət verilibsə, sən ona bərəkət deməlisən. Allahdan bərəkət istəməlisən qardaşına. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, bir qardaşınızda xoşa gələn neymət gördüyünüz zaman ona bərəkət oxuyun. Allahdan bərəkət istəyin ona. Barakallahu lək. Allah sənə bərəkət versin. Allah malına bərəkət versin. Heç zaman tərəddüd etmə. Və bil ki, mələklər də sənin üçün dua edir. Və mələklər deyər ki, وَلَكَ مِثْلُ ذَلِكَ. Sənə də onun misli qədər bərəkət olsun. Və düşünün ki, mələklərin duası daha üstündür, yoxsa bizlərin. Ona görə hər zaman qardaşın üçün xeyir dua etməyə, bərəkət istəməyə tərəddüd etmə. Hər zaman istə. Və beləliklə nəfsini yenmiş olarsan. Çünki nəfs hər zaman hərisdir. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, Adəm övladına bir vadi qızıl versən, deyər ki, ikincisini də istəyirəm. Halbuki vadi Mədinədə böyük bir dərədir. Onu dolu şəkildə qızıl versən, yenə ikincisini istəyər. Və sonda Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, Adəm övladının gözünü yalnız torpaq doydurar. Heç zaman doymaz. Hər zaman istəyər. Ancaq möminə xas olmayan bir haldır bu. Mömin hər zaman nəfsini sıxır. Və bilməlidir ki, bir neymət bir insana verilibsə, deməli Allah tərəfindən ona verilib. Və bir gün gələcək sənə də veriləcək. Əgər verilməyibsə də, deməli burada xeyir var. Burada xeyir var sənin üçün. Böyük xeyirlər var. Allah Subhanahu wa Ta'ala bəlkə səni böyük bir təhlükədən qoruyub. Böyük bir sıxıntıdan qoruyub. Və fikirləşmə ki, hansısa bir qardaşına, hansısa bir insana neymətlər verilibsə və sənə verilməyibsə, Allah Subhanahu wa Ta'ala səni unudub. Elə düşünmə. Hər zaman düşün ki, bizdən daha xeyirli insanlar əziyyətlər də çəkib, sıxıntılar da çəkib, ruzi babından olsun və bütün imtihanlardan keçiblər. Və buna baxmayaraq nəfslərini qoruyublar. Və elə bir insan yoxdur ki, möhtərəm qardaşlar, onun qəlbində həsəd olmasın. Sadəcə Allahın rəhm elədiklərin onu qoruyur, nəfsini sıxır və nəfsinə qalib gəlməyə çalışır. Çünki nəfs hər zaman pislikləri əmr edir. Necə ki, Rəbbimiz Quran-ı Kerimdə buyurur ki, İnnən nəfsə lə əmmaratun bis-su. Həqiqətən nəfs pislikləri əmr edir. Pis işləri sənə tövsiyə edir, sənə yönləndirir, təşviq edir sənə. Ona görə nəfsimizi islah etməliyik. Və elhamdülillah, Ramazan ayını yaşayırıq. Artıq ortasına yaxınlaşırıq. Birinci 10 günlük getdi. Artıq ikinci 10 gündəyik. Və subhanallah, sürətlə gedir. Və bugünə kimi nəfsimizi islah edə bilməmişiksə, çalışaq bugündən sonra nəfsimizi islah edək. Onun üzərində çalışaq. Çətindir, bəli. Nəfsi islah etmək çətindir. Necə ki, sələflər buyurardılar ki, aslanı tərbiyə eləməkdən daha çətindir nəfsi tərbiyə etmək. Hani yenə də çalışmalıyıq. Çalışmalıyıq. Bilməliyik ki, böyük əcri var, savabı var.
Və nəfs hər zaman onunla cihad etməliyik. Və bilməliyik ki, bizim düşmənimiz var 2 dənə. Onlardan birincisi şeytandır, bir də ki, nəfsimiz. Bunların üzərində çalışmalıyıq. Və Ramazan ayı da, möhtərəm qardaşlar, nəfsimizi islah etmək üçün ən böyük mədrəsədir. O günahlardan çəkinməyimiz üçün, nəfsimizi islah etməyimiz üçün ən böyük mədrəsədir. Əgər bu mədrəsədən əliboş çıxarıqsa, Allah qorusun. Vay o insanın halına ki, bağışlanmadan çıxar bu aydan. Necə ki, məşhur hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm Cəbrail aleyhisselamın o kəslər ki, Ramazana girərlər və bağışlanmadan çıxarlar, cəhənnəmə girsinlər deyə dua etdiyində deyir ki, amin de, deyir ki, dedim amin. Və düşünün ki, bağışlanmadan çıxan insanın aqibəti acıdır. Ona görə insan, mömin hər zaman düşünməlidir ki, Ramazan sürətlə gedir və mən nəfsimi islah edə bildim, yoxsa yox. Əgər edə bilməmişəmsə, gec deyil. Hər gün fürsətdir, çalışmalıyıq, Allahdan kömək istəməliyik. Allah hər birimizi müvəffəq etsin xeyirlərə. Allah subhanahu wa ta'ala hər birimizi bu gözəl aydan bağışlanaraq çıxmağı nəsib etsin. Sallallahu aleyhi və səlləm alə nəbiyyina və həbibina Muhammed.